Salam, hər kəsin axşamı xeyir. Sizləri bu Met şousunda salamlayırıq. Və bugün bizim şoumuzda nə olacaq bro? Bugünkü şoumuzda maraqlı sorğu-sual, bilgi yarışı və oyunlar olacaq. Və bilirsən nə olacaq bro? Nə olacaq bro? Əziz dəyərli qonaqlarımız olacaq. Bəli. Olarsız heç gün mümkün deyil və məncə artıq biz başlayaq. Başlayaq, amma Başlamamışdan öncə bizimlə əməkdaşlıq etdiyi üçün İdə Parfümə dərin təşəkkürlərimizi bildiririk. bugün bizim qonaqlardan biri rəqs müəllimi, life coach, beynəlxalq təlimçi və ümumiyyətlə çox və çox gözəl bir xanım Nərgiz Mahmudzadə bizim şoumuzda da sağ olsun gəlib bizim şoumuza və inşallah gözəl bir iştirak edəcək. Və fitness trener, IFBB-də 2022-ci ilin Men's Fizik üzrə 3-cü yerin və 2023-cü ilin Men's Fizik üzrə 1-ci yerin qalibi Ramil Hüseynli. Nərgiz xanım, siz bu rəqslərə sevgi sizdə hardandır? Yəni sizin uşaq vaxtı hansı bir kumiriniz olub ya və yaxud kiməsə baxıb siz deyirsiniz mən də böyüyəndə bunun kimi oynayacağam, rəqs edəcəm və ümumiyyətlə bu rəqsə aid sevgi və belə o bacarığı millətlə bölüşməyi, insanlarla bölüşməyi hardandır bu? Yoxsa öz şəxsi seçiminizdir və yaxud kimsə kumiriniz olubdur? Mənim nənəm rejissordur. 40 doğumludur. 2 universitet bitirib. O zaman qadınların oxumadığı zamanda 2 universitet bitirib və Mədəni Maarif, İncəsənət Universitetinin Mədəni Maarif bölməsini bitirib. Mənim ilk müəlliməm anam və nənəm olub. İkisi də müəllim olub mədəniyyət evində və nənəmin qurduğu 60-cı ildə qurduğu Əvəsor Folklor kollektivinin solistlərindən biri mən olmuşam. Yəni yaşım böyüdükcə. 3 yaşımdan rəqsə başlamışam, 5 yaşımda yarışmada birinci olmuşam kəpənəyin mahnısı ilə və rəqslə. Ondan sonra tam qaz davam etmişəm. Yəni həm qanımda var. Çünki bizim ailədə hər birinin musiqi təhsili olmalıdır. Qardaşım tarı bitirib 7 illik. Mən pianino dərs, yəni məktəbini oxumuşam, amma maşallah yarıda buraxmışam. Amma digərləri biri gitar məktəbini bitirib, biri skripkanı. Ailəmizdə hər kəsin bir incəsənət eğitimi vardır. Onda elə çıxır ki, sizdə seçim olmuyor. Məndən başqa mənim qardaşım, digər nəvələrimdə nənəmin, ata nənəmin hamısının rahat seçimi olub. Amma mənim seçimim olmayıb. Çünki nənəm uşaqda məni kənd soveti muxtar çalışdığı üçün məni yanında şofer ilə götürürdü. Çıxılı uşaqdım 10 yaşında, deyirdi iclası dinlə. Məcbur olaraq siz bunu dinləyirsiniz. Amma sonra bəli, məcbur olaraq anlamadığım halda dinliyordum. Çox kövrəldici bir bəli, həqiqətən yəni. Amma belə deyim də, 40 günüm hələ olmadan nənəm gəlib mənim beşimin başında deyirmiş ki, Amerikanın prezidentinin adı budur. Bu ölkənin bayrağı bu rəngdədir. Nənəm məni elə böyütdü ki, mənim qulaq aşinam olduğu üçün və nənəm məni hədəfli böyüdüb. Amma yenə də mən rejissor olmadım. Yəni rejissor olaraq mən rejissorluq qazandım, sonra evləndiyim üçün buraxdım. Rəqs ruhumda var, uşaqlıqdan. Aha, bəs seçim olsa, əgər bir anlıq o ana qayıtsaydınız, rəqsi niyə seçərdiniz, yoxsa rejissoru? Polis. İndi də küçə döyüş təlimçisini oxudum. Yəni çünki həvəsim hələ o tərəfədir. Amma rəqsi sevirəm. Küçə döyüşü təlimçisiyəm, jujitsu, sərbəst döyüş təlimçisi, qara kəmər. Amma indi döysəm, biri mənə vursa oxtura bağlayar. Yox, o elə deyil, təlimçisiyəm. Döyüşüb almışam təbii ki, Türkiyədə kişilər. Ona uyğun sevgi hardadır o döyüşə? Deyirəm axı, mən detektiv olmağı, döyüşməyi, savaşmağı sevən biri olmuşam. Rəqs əslində bir nevi savaşdır. Bəli, amma onda sizdə seçim, yəni siz deyə bilməzdiniz, onu ifadə edə bilməzdiniz, mən bunu istəyirəm. Xeyr, 19 yaşımda evlənmişəm, 16 yaşımda məktəb bitirmişəm, tez bitirmişəm. Amma bir dəfə o aktyorluğu qazandım, nənəm iptal etdirdi. Çünki rejissor olan, nənəm biraz hökumət qadındır. Sonra ingiliscə müəllimliyi qazanmışdım, nənəm iptal etdirdi. Mən də ondan sonra da Necə də mehriban nənəniz var. Amma indi görürəm ki, nənəm məni yaxşı ki, çünki hərbi təhsil də almışam 4 il. Nişancı, silah, yəni. O nənəniz kimdirsə, yəni. Amma indi görürəm ki, məni güclü böyüdüb. Və rəqs müəllimi olduğumdan çox mən əslində rəqs üçün yaranmışam, bunu düşünürəm. Siz bunu özünüzə hiss edirsiniz, hə? Bəli, mən sevirəm. Sevmədiyim bir şey yapmıram. Ona görə mən sevinirəm ki, rəqs müəlliməsiyəm. Allah heç gözləməzdim, yəni rəqs müəllimi əslində döyüş səhnəsinə. Siz bu trener peşəsinin seçməyin səbəbkarı kim olub? Uşaq vaxtından kimə baxıb həvəslənmisiniz və yoxsa şəxsi öz seçiminizdir? İdman əslində uşaqlıqdan gəlir. Belə deyim ki, mənim 3-4 yaşında bir videom var, ad gün videosudur. Ad günümü qeyd edirlər orada. Sual verirlər ki, böyüyəndə nə olacaqsan? O vaxtda kameralar bilirsiniz də. Belə şeylər yoxdur. Hə, kasetdə falan.
İdmançı polis olacağam deyirəm, ikisi bir yerdə. Option. Amma elə olur ki, yaş irəlilədikcə idmanla məşğul oluram. Orta məktəb zaten idmanla keçir. Judo ilə məşğul oluram. Daha sonra özümü kickboksda yoxlayıram, amma orta məktəb bitdikdən sonra məcbur ali təhsil almalı olduğum üçün idmanla çox professional şəkildə məşğul ola bilmirəm. Təbii ki, bu istək həmişə içimdə olur. Boyum çox uzun olduğu üçün polisə gedə bilmədim. Hətta yəni bu normadan çoxdur deyə Normadan biraz çoxdur, ona görə, əlbəttə ki. hə. Normadan çoxdur biraz. Amma Bu ciddi almaq lazımdır. xahiş edirəm. Mən Hə. insanların belə şeylərindən gülmək olmaz. Əsla. Amma idman sevgisi 17 yaşımdan artıq təzədən idmana qayıtmalı oldum. Orta məktəbdə amma sağollaşmışdım. Birinci kursdaydım. Artıq kickboksla məşğul ola bilməzdim, judo ilə məşğul ola bilməzdim. Çünki xarici ölkədə olduğum üçün harda necə başlayacağımı bilmirdim və yaxud da hansı müəllimin yanına getməli olduğumuzu bilmirdik. Müəllimlərimiz burada qalmışdı. Fitnessə başlamalı oldum. Bir yerdən başlayım dedim. İllərlə sadəcə öz üzərimdə işlədim. Heç kimə təlim vermək və yaxud da bunu kiməsə öyrətmək kimi bir niyyətim yox idi. Və bakalavr bitirdim. Magistraturada artıq öz peşəmlə bağlı işləməli oldum, iqtisadiyyatla bağlı. Həmən işdə olanda mən hər gün səhər-səhər işə salışqamı ütləyəndə belə deyinərək, kostyumu taxanda deyinərək, kostyumu geyəndə deyinərək işə gedirdim. Bir dostum var, hələ də münasibətimiz davam edir, dostluğumuz. O mənə dedi ki, bir gün sevdiyin işi işləyəndə bunlar heç biri olmayacaq. Mən isə düşünürdüm ki, insan niyə sevdiyi işə 8-də durub getsin? Yəni, mən üçün sevdiyin iş deyə bir şey yox idi. Bir peşəni seçəndə artıq sən o işi sevsən belə, artıq orada məcburiyyət qarşısına qalıb 8-də durmalı olursansa, artıq sevgidən çıxırdı, məcburiyyətə dönüşürdü. Mən zala əvvəllər sevərək gedirdim, indikindən daha çox sevgi ilə gedirdim. Artıq 8-də səhər durub, məni orada gözləyən tələbələr var, məcbur durub 8-də getməliyəm. Amma əvvəllər istədiyim saatlara gedirdim, özümü yaxşı hiss edən vaxtlarımda və yaxud da eləmədiyim vaxtlarda. İndi isə özümü yaxşı hiss etsəm də, etməsəm də o zala getməliyəm və insanlara pozitiv enerji verməliyəm. Yenə də onda məcburiyyət də yaranır da. Artıq məcburiyyət yaranır. Artıq əvvəlki hərənin bir necə deyirlər, ona bir sevdiyi bir yer mi deyək, sevdiyi bir iş mi deyək, sevdiyi bir məşğuliyyət mi deyək. Mən sevdiyim məşğuliyyətlərimdən biri elə bu idman idi. Sadəcə olaraq artıq əvvəlki kimi deyil, artıq məsuliyyət var, artıq insanlara təbii ki, mənim üçün çox müsbət tərəfləri oldu burada olmağımın. Əvvəlki işlərimdən qat-qat rahat, əvvəlki işlərimdən qat-qat sevgi ilə yanaşıram. Məcburuq, işləmək məcburiyyətindəyik təbii ki, amma mən hal-hazırda o işdəki sevgimi məndən işləyən insanlara borcluyam. Çünki hər növ insanlarla işləyirik, hər peşədən insanlarla işləyirik və hər bir də görürsünüz, elə insanlar olur ki, heç həyatı boyu yolda salam verə bilməyəcəyimiz insanlardır əslində, amma biz orada onlardan dost belə oluruq, təsəvvür belə edə bilmərik. Hə, sevirəm işimi və daha sonra dediyim kimi professional şəkildə yanaşmağım mənim 26 yaşımdan sonra başladı. Hansı ki, mən 17 yaşımda artıq fitnessdə idim. 9 il sonra mən kiməsə təlim verməyə başladım. 9 il sonra. İndiki kimi, indi biraz başqa cürdür. 1 il, 2 il idman eləyib, biraz forma yığıb, yarışda iştirak eləmisənsə, olmaq ki, sən müəllimsən. Bu belə bir şey deyil müəllimlik. Mən həmişə demişəm, mükəmməl riyaziyyat bilə bilərsiniz, amma riyaziyyatı öyrədə bilmirsinizsə, siz müəllim deyilsiniz. Aydındır. Onda gəlin biz indi sizlərlə keçək sorğu-suala. Məncə də başlayaq və maraqlıdır sizin fikirləriniz. Sadəcə sorğu-sualdır. Yəni bu Ok, nok. hə, yəni tam fikrinizi bildirin. Qısa bildirilməlidir, yoxsa Ürəyiniz necə istəyir bildirə bilərsiniz. Yəni nəyə görə? Müzakirə də edə Niyə? bilərik, danışa da Ümumiyyətlə, düzgün də bilərik. yox. Ok yoxsa nok. Sizcə xanım və bəy ilk görüşdə indiki zamanda söhbət gedir. Görüşdülər, dedilər, güldülər, hər şey çox super əla və ilk görüşdə hesabı 50-50-yə bölmək düzgün okdur yoxsa nok? Ok. Ok. Nok? nok təbii ki. Niyə ok? Çünki birini tanımadan ona hesab ödətmək doğru bir şey deyil. Bir də qarşılığında başqa bir şey də indiki oğlanlardan da ümid yəni yoxdur. Hesabı ödədikdən sonra axşam gəlib səni gəzməyə aparım da deyə Mən bilər nə ona günah var, görə. oturmuşam. Nə? Yox, amma Amma yəni Məncə onu elə hamıya söhbət bilsin nə gedir və siz yəni Çoxluq deyə bilərik. Əgər oğlan özü ödəyirsə, onu da qız gedib onu qırğın davaya çıxmayacaq. necə olur ki o təklif? Gözdə mən ödəyəcəm. Xeyr, 50-50-yə açıq əvvəlcə. Amma bu da var. Kişinin də davranışı orada elə sərgiləyə bilər ki, qadın onu təklif dahi edəməz. Bu da var. İnşallah deyirəm elə kişi ilə qarşılaşmarsınız. Bəli, inşallah ki, yəni elə bir. Amma 95% kişilər normal kişilər. Çox primitiv bir sualdır əslində. Yəni uzadılacaq bir şey yoxdur. Sadəcə olaraq həmən şeyi mən nəyə bağlayıram? Başdan başlasaq, görüşü kim təklif edir?
99% bəy. Təbii ki. Xanımlardan belə bir təklif gözləmirik. Zaten xanım elə bir təklif eləyəndə biz özümüz geri çəkilirik ki, nə baş verir? Doğru. Ola bildiyi qədər geridə dururuq. Ona görə görüşü kim təklif edirsə, zaten o da biz olanlar arasında belə görüşü mən təklif edirəmsə, mən hesab ödəyirəm. Çünki bəlkə də onun imkanı yoxdur bu gün görüş olmağa. Mən təklif eləmişəm, mən ödəyirəm. Xanımla da həmçinin görüşü mən təklif edirəmsə, mən ödəyirəm. Ki lap təklif eləməmiş belə olsam, ortaq qərar belə olsa, məncə bəy ödəməlidir. Yəni bunu danışılacaq bir şey yoxdur. Əziz izləyicilər, siz necə düşünürsünüz? Bizdə kommentariyada yazın, ok yoxsa nok. Birinci sualımızın cavabını sizdən də bilmək istəyirik. Və keçirik növbəti sualımıza. Sevgilisi ilə ayrılandan sonra fake səhifədən izləmək ok yoxsa nok? Nok. Yox. Özgüvənsizlik, kalitəsizlik, Biabırçılıq. biabırçılıq, yəni özünü aşağı düşürmək. Yəni də Stalklamaq çox ayıb. Abartmayın, hamımız eləmisiniz indi gəlib burada. Açıq olun, səmimi olun da nə olur? Ya ağ eləməyin. 4 dənə fake profilimiz var. 5. Məndə 6 idi. Tamam, olsun. Məncə bu sırası. Fake'im yoxdur, elə birbaşa öz profilimdən bax. Prosta. Harasa gedəndə bəy ya yaxud xanım hara gedirsə, saat 2-də gəlsə, hesabat vermək məcburiyyətindədir yoxsa yox? Bu okdur sizin üçün yoxsa noktur? İncə bir nüans var. Hesabat deyil də sayğıdan bilgi vermək məncə o insan özünə. Məcburiyyət deyil, heç kimə məcbur deyil. Bu məcbur verməlisiniz hesabat. Əgər həyatındadırsa, ona o hörmətdən bəli, məncə xəbərləri olmalıdır. İcazə deyil, bəli. Yəni ki, qız olsun, oğlan olsun, xəbər verməlidir ki, mən buraya gedirəm. Yəni icazə alıram başqa bir şeydir. Mən buradayım. Çünki başına bir şey gəlsə deyək ki, məcbur o bilməlidir ki, çünki sevgilidirsə demək ki, burada bir pərdə, artıq o birinci pərdə yırtılıb da, o aralarında səmimiyyət var. Məncə o. Məncə icazə. İcazə. Bəlkə elə yer var ki, mən icazə vermirəm. Ya bəs qadın, Oğlan hara gedir? elə oğlan hər yerə gedə bilər. Bəli, amma hara? Dostlarınla. Dostları ilə yeyib içməyə. Və oğlana heç kim baxıb söz atmayacaq. Amma Atmayacaq. Əlbəttə ki. Burada artıq şey girir, qadın kişi ayrımcılığı girir. Bəli, mən iki tərəf haqqında danışdım, siz tək tərəf haqqında, işinizə gələni danışdınız. Təbii ki, işimə gələn tərəf. yəni hər kəs özünə görə haqlı. Növbəti sualımız. Keçirik növbəti sualımıza. Bir dostunun sirrini digər dostuna açıqlamaq demək. Ok yoxsa nok? Sirri üçüncü nəfər bilirsə artıq sir deyil də. Bəli, amma Bir dostun dostun sirrini sirrini digər oksi dostuna dostuna. demək. Sirdən çıxmış olaraq üçüncü nəfər deyil. Üçümüz də dostuq. Sizin sirrinizi sizə bildirirəm. Artıq bəlkə siz bilməlisiniz həmin sirri. Bu sir deyil artıq. Sirdən çıxır. Təbii ki, yox. məncə də yox. Mən o ucu nəsə. Baxın, Bu qadınlar üçün çox da keçərli deyil, boş ver. Ev yox, təbii ki də hər zaman başımızda yeriniz var. Ev yox. Ok olsa da, yox olsa da yenə də. Və növbəti sualımız. Bir-birinin telefonunu hər dəfə işdən gələndən sonra yoxlamaq düzgündür, yoxsa ok yoxsa? nok, Nok, nok. qəti iki tərəfdə. O telefona əl vurmağım özümə qarşı qoyduğum hörmətsizlikdir. Bəli, doğru. Ki o həddə çatmışıqsa, yəni elə bir şübhə varsa artıq, deməli çoxdan bitib. Doğru. Uzatmağa gərək yox. O zaman keçirik növbəti sualımıza. İnsanları xarici görünüşə görə qiymət vermək ok yoxsa nok? İstə ya da istəmə insanların ilk xarici görünüşünə görə qiymət verirsən, sonra ağlına görə. Ok. Xarici görünüşdən qarşılayırıq. Bəli. Xəssiyyətlə, xarakterinə isə hörmət qoyuruq ya da dəyər veririk. Amma xarici görünüşünə hörmət qoya bilmərik. Sadəcə olaraq o bizə yaxşı ya da pis gələ bilər. Demək Pis görüntünün arxasında da çox yaxşı şeylər yata bilər bəzən. Amma yaxşı olar ki, elə görüntü də yaxşı olsun ki, ilk mərhələdə 1-0 geridə başlamayaq. bəli, amma görüntü düşünürsüz bəzən aldadıcı olur. Aldadıcı olsa da yenə diqqət çəkir. Yenə çox insan işə alımında belə fikir versə psixologiyada bütün bəlli olub belə möhürünü qoyublar da. İlk görüntüsü yaxşı olanı ilk çəkirlər. Bu belədir, qəbul edək ya da etməyək. Amma təbii ki, ondan sonra artıq zaman keçincə o insan onun oja gerilsin. Amma Ki hələ ki indiki zamanda düşünürəm ki, insanlar xarici görünüşə səni qarşıladıqları, indi burada saymaq istəmirəm, çox şey var ki, onlara görə bəlkə də sənə dəyər, hörmət qoyurlar. Amma içindən nə çıxacaq, nə çıxmayacaq, o irəliləyən zamanlarda bəlli olur. Şoumuzun birinci turu bitdi və artıq keçə bilərik ikinci turumuza. Bu asan bir şey idi, bu getdi və təbii ki də umarım ki acsız və ümumiyyətlə
acı bir şeyler yemək xoşdurursunuz. Təbii də xoşdurursunuz, təbii ki də xoşdurursunuz. Onu başqa cür ola bilməz və məncə məcburi Murad keçək olsa da. ikinci turumuza. O zaman keçdik ikinci turumuza. Bəli, başlayaq. Və ikinci turumuz nədən ibarətdir, əziz xanımlar və bəylər? İkinci turumuz bilgi yarışı. Və Və burada 5 saniyə ərzində düzgün cavab verməyən şəxs acı biber yeyəcək. Bəli. Və təbii ki də 1 2 4 5 olmayacaq. Normal saniyə. Hətta bəlkə də 1 saniyə artıq sizə verə bilərik. Amma yəni bu da ola bilər söhbəti yoxdur. Yəni sırf net cavab nədirsə o. Mən elə bildim, məncə bu daha düzgündür, yox. Cavab nədirsə o. Bacarmadısa yəni sizin şəxsi problemlərdir. Yəni amma bizə heç bir aidiyyəti yoxdur. Bacarmadısa bir yeməyin növbəti ikinci yer. Bəli, və inşallah ki siz hazırsınız və artıq başlaya bilərik ikinci turumuza. İnşallah ki, məktəbdə hər kəs bizdə yaxşı oxuyur və nəsə olsa yanınızda qalıb da sizin. Az da olsa, umarım ki, bacararsınız. Deməli, oyunun qaydaları nədir? Çox asan və net. 4 dənə variant olacaq sizdə seçim və seçim düzgün olmalıdır. Sualımızı verəcəyik. 4 dənə cavab. Bəli. İçindən biri düzgündür. Amma 5 saniyə olacaq yəni. 5 saniyə. Xanım üçün bəlkə də 6 saniyə bayıla bilərik. Bəli. 6 saniyə. Və bacarmadısa, Qadın. bəli, qadınlar biraz təbii ki də ölmə hətası olmalıdır. Bacarmadısa bibar yeyilməlidir. Və ancaq ikinci bibardan sonra ayran içmə imkanı var. Yəni atdım, ayranı içdim, yox. Bəli. Tam bibarı yeyib qurtarmalısınız sonra. Yoxsa bura yəni yeyib içməyə gəlməmişik biz təbii ki də. Ona görə də Özü yeyib içmə də belə yeyib içmək olar mı? Bəli. Ona görə də inşallah ki, hər şey yaxşı olur və umarım hazırsınız. Birinci sualdan fərq yoxdur. Kim cavab verirsə odur. Tez kim cavab versə, yoxsa Hadi yəni Fikirləşə də bilərsiniz, Sən- düşünə hə. bilərsiniz 5 saniyə. 5 saniyə oldu. Siz də cavab verin. verin. Siz də cavab verin. İstəyirsiniz ayrı-ayrı verək. Kim özünə amma elə məncə yox. Kim tapdı odur. Bəli. Vso, birinci başlayaq. Deməli, dünyanın ən böyük okeanı hansıdır? Hind okeanı, Şimal okeanı, Sakit okean, yoxsa Atlantik okeanı? Hind. Hind. 1 2 Düşünün. 3 Beynim yandı yani. Düşünün. 4 və 5. Cavabınız? Hind okeanı. Cavabınız. Şimal buzlukken. Və Necədir? və Zəhmət olmasa bibar. Zəhmət olmasa ikiniz də yeyə bilərsiniz. Doğru. Sakit okeanıydı. Bu sakit okeanı. Fikrim dağıldı ve səhv elədim. Balacalarından bir başlayaq. Fərq eləməz. Yeyib qurtarmalısınız və ikincidə ancaq. Ayran içmək olmaz. Yeyin. Elə yandırır. Yeyin, iki dənə yeyin. İki dənə yiyəcəyik. Bəsinə? Bəli. Ondan sonra vurur. Yeyin qurtarın. Ya, qardaş, yeyin qurtarın. Tələsməyin. Ağzım sulandı, mən də yemək istəyirəm. Tələsməyin, tam yeyin qurtarın. Nuş olsa, hiss olunur, çox xoşunuza gəldi. Əla, super. Super, yeyin. Bax, bunu sizə vaxtında deyəndə ki, məktəb müəllim, oxuyun. Niyə bunu oxumurdunuz? Böyüyəndə lazım olacaq. Bu demişdik də, bunu Ödəyən yedi o. 15 il Sən bundan, belki 20 il bundan qabaq məktəb demişdik. tutardı. Və yeyib qurtarandan sonra ayrılmışam. Və sən növbətisən, bro. Tamam. Hazırsınız? Keçirik növbəti suala. Dünyanın ən çox istifadə olunan tədbirləri biri hansıdır? WhatsApp, Paint, kalkulator, yoxsa Notes? 1, 2, 3, 4. Kalkulyator olsun, eyni cavab vermir. Siz kalkulator dediniz, siz də nə dediniz? WhatsApp. Xanımlar bir addım öndədir. Zəhmət olsa bir bar yeriz. Biber yemək istəyirəm əslində. Yandıram da. Əlbəttə içə bilərsiniz. Yaxşı, tam için rahatlaşın. Lazım olur deyim bir. Mən nə rahatlaşın, ciyarım yandı. Kıyamam. Tak, deməli, bizim üçüncü sualımız. Diqqətlə qulaq asın, diqqətlə. Pizza, məşhur sevdiyimiz pizza hansı ölkənin yeməyidir? A. Türkiyə. B. İtaliya. C. Fransiya. D. Almanya. İtalya. Sizin cavabınız B'dir. İtalya. Və Və gücünü birlikdədir. Bəli. Aferin sizə, siz uddunuz, bəli. Oldu. Bəli. Və keçirik 4-cü növbəti sualımıza. Güncül çor oluram, normaldır. Dünyanın ən çox içilən içkisi hansıdır? Kola, kofe, çay, energetik. 1 2 3 Kola. Siz kola dediniz A variantı.
Siz bəy, sizin sualı bir də verək. Dünyanın ən Mən çox içilən hal-hazırda yanır içəridə. Aha. Siqnal gez gedir. hal-hazırda bəlkə də bəy üçün ayrandır. Set problemi. Ayrandır hal-hazırda mənim üçün. Ayrandır. Yenə də variant A kola, variant B çay, variant C kofe və variant D energetik. Xanım A variant seçdi, kola. Kola. Və variantlar qaldı çay, kofe və energetik. Nə seçirsən abi? 1, Seçmək istəmirəm. 2, düşün. Tələs. 3, Kola. 4 Və düzgün- və cavab deyil. Düzgün cavab Düzgün deyil. cavab Çünki deyil, bu düzgün çaydır. cavab çaydır. Çay tamam da kola daha çox içilir axı. Kola Yox. brenddir xanım. Kola brend. Brenddən söhbət getmədi. Çox uzatma, bunu yeyəcəyik. Tələsməyin. Elə bir ki, yəni bir bardır. Bu təbii məhsuldur. Yəni bu təbiət verdiyi bir İnşallah bir də balacasını tapdım. Olar. Əla. Tak, indi keçəcəyik biz növbəti sualımıza. Tam rahat yiyin, dincələ. Əgər hansısa problemlər yaranırsa və yeyə bilmirsinizsə, o sizin şəxsi problemlərinizdir, bəli. Tak, siz bilirsiniz belə bir şeylə siz gözləyəcək. Hazırsınız? Tələsməyin. Son 2 sualımız var. Biraz da dözək. Son 4-dür bəli. Təbii, cəmi 4-dür. Artıq da yeyə bilərsiniz. O sizin şəxsi öz fikrinizdir. Payınız artıq olsun, sağ olun. Hazırsınız? Deməli, növbəti sualımız nədən ibarətdir? Neçə ildən bir il ərzində 366 gün olur? Variant A 3 il, variant B 4 il, variant C 7 il, variant D hər il. 4 ildən bir. Variant B 4 ildən bir. İnşallah. 4 ildən bir. 4 ildən bir. Və bu cavab maalesef düzdür. Ay dədə vay. Qaldı 2 Düzdür. bibər. Alınmadı. Alınmadı. Son sualımız. Ən böyük stres nədir? İmtahan, yağış, internetin getməsi, səhər durmaq. İnternetin getməsi. Yəni indiki dövrdə internetin getməsi. İmtahan. Və Təəssüf ki, Ramil bəy, həqiqi dənə əsl centlmen olaraq, Siz qalib. siz qalib oldunuz, bəli. Ramil bəy uduzdu bu oyunda və yaxud uduzmadı. Sadəcə bu iştahı çoxdur. İştahı çoxdur ona görə. Ayran kimlərsiniz? Həla. Kofidən promo ayranı. Və kofi yaddan çıxdı. İkinci o Covid-ə çevilərsiniz. Viktoriyamızın ikinci oyunu bitdi və biraz zamandan sonra biz üçüncü oyunumuza başlayacağıq. Seçən bu idi. Yəni bütün ürək sözlərinizi Məmməd bəyə deyə bilərsiniz. Sadəcə biznes. Mən dünən balaca bibərlər seçirdim. Bu prosta endirmə düşmüşdü. O, endirimdə oldu. Sən endirmə düşmüşdü. Endirmə düşmüşdü. Dilimin ucu yanır. Elə yox, o bütün mikrobları öldürür. Biz siz ancaq düşünərək demiş ona. Çünki idmançılar və ümumiyyətlə adi insanlar bəzən orada çitməyirlər və mikroblar yığırlar bədənə. O normal bir şey. Dilimi qalmış çıxarmıram. Normal bir şeydir. Tak, və burada ikinci turumuz bitdi deyə, bro. İnşallah biz keçəcəyik üçüncü turumuza. İndi isə biz keçirik şoumuzun 3-cü turuna. Bəli. Bəs üçüncü turumuz nədir? 3-cü turumuz karamel oyunu. Tak. Çox güman ki siz Squad Game-ə baxıbsınız. Və bilirsiniz orada nədir vəziyyət və nədir və hər epizodunu izləyirsiniz də. Orada ən məşhur oyun hansıdır? Bilirsiniz ən məşhur oyun hansıdır? Və bu karamellərdir. Siz indi bu karamelləri 5 dəqiqə ərzində maksimal dərəcədə yəni qoruyaraq onu İynə ilə- ortadan çıxartmalısınız. Bəli, iynələrlə. Və sözümüz onda deyil. Əgər siz figurkanı çıxarda bilsəz, qalib olursunuz. Əgər çıxarda bilməsəz, bir dənə bütöv limon yeməlisiniz. Bəli, bu gün sırf bədəni təmizləmə prosesi. Hazırsınız? Hazır olanda deyin, timeri qoşuram. Hazırsınızsa təbii ki də siz hazırsınız, siz hər zaman hazırsınız və Və 1, 1, 2, 3. başla. Başladı. Din. Yəni belə ümumiyyətlə karamel sevərsiniz siz. Buyuram. Şinnət yeyirsiniz. Cheat meal vaxtı da həftə bir dəfə deyilən bir şey var Amil bəy. Siz nə ilə pozursunuz o cheat meal? Nə daha çox xoşlayırsınız? Tort, trüfel, pizza, Cheat meal'da waffle. waffle. Bəs siz Nəgiz xanım boş vaxtlarında nə vaxtınızı öldürmək? Bunları qopa bilər. Və qıraqları qopqaladı bəli. Yumruq. Tam yumruq almalı. Hə. Tələsmə. 35 saniyəmiz keçdi. Diqqətlə izləyirik.
Qalib gələn kim olacaq? Nə ara çıxdı? Əlinlə çıxardı. Nə ilə çıxdı? Əlini çıxardı değil mi? Tələsməyə də bilərsiniz. Yox, tam rahat, əla. Maksimum kim tez bacarırsa, prosta çalışın sındırmayın. Sındırsa o sizin mənim. Oldu mu? Əla. Hazırsan? Yox. Məncə Hazır bu olmalı hazır deyil. deməkdir. Hə, bəli deməkdir. 1 2 başladıq. Çox dadlı bir limondur. Mən də prob eləmişəm dünən. Bazardan almışam dünən. İndimdəydi. Hə. Yeyin, yeyin, yeyin. Aha. Dedim hələ sən Lənkəran limonu al bax. Elə ondan da mı? Hə, yaxşı. Bazarda biz allatdılar. Hə, qəti. Qabıq qal bax, nə yeyim? Yardım tərəfəsi yaxşı deyil nəsə. Bəlkə ola bilər köhnədir biraz. Ola bilər. Nə? Aha. Mimika bildirmə olmaz. Xaşım, hər kəs fokuslansın, mimika bildirməli deyil. Belə prob eləmək üçün siz də yeyə bilərsiniz yəni. Xanım odur. Mən limon sevirəm ona görə. Çox iştahlı yeri, elə bu ki, belə dolmalıdır. Mənim ciyərim yandı, fərqindəsin. Yəni, biberlərdən sonra mən bu limon hiss eləyərəm səncəm. Sağ dedim bibərin üstünə əlavə şey almaq lazımdır. Sous. Və Heç bir şey yoxdur. Çox əla. şeydə. Biber paketlərsiz. Biber paketlərsiz. Amma təbii ki də oyunda uduzdu. Xanımlar bu səfər daha güclü, daha aktiv beyin dalğalarını göstərdi və Bəli, bildirdi ki, yəni xanım bəzən hansısa bir nüanslarda bəlkəm də bir addım bəylərdən Məhkəmdə. bəlkəm də əlbəttə ki elədir. Bir addım bəylərdən qabaqdadır və təbii ki də siz hər zaman Başımızın tacısı. bəli yaxşı ki varsınız. Hər zaman var olun və heyfsiz yemədiniz. Heyfsizi çox istəyərdik ki, görə necə alınacaqdı, amma ev yox. Ev yox, bu da güclü qalib gəldi. Təşəkkür sizə, sizə təşəkkür bizim şoumuza gəldiniz və bizimlə vaxt keçirdiniz. Həqiqətən minnətdarıq sizə. İnşallah ki bəyəndiniz və növbəti dəfə və alınsa bir daha biz sizləri görəcəyik bizim şoumuzda inşallah. İndi isə gələn qonaqlarımıza nə veririk? Təbii ki də. Hədiyyələrimizi bildiririk. Hədiyyələrimiz zəhmət olmasa biz sizə verməliyik mütləq şəkildə. Deməli, bir bizim əməkdaşımız İdə İdə parfümdən parfümdən sizə hədiyyə. sizə hədiyyələr. Çox sağ olun, təşəkkür. Çox sağ olun gəldiyinizə görə. Allah Yəni, sizdən siz razı daha olsun. yaxşısına layiqsiniz, daha gözəlinə. Və həqiqətən xoş ol sizinlə. Sizin carınız inşallah ki, yəni Normallaşar. sağ olar, bəli. Sağ olun. Hələ ki hiss eləmirəm. Hələ ki istəyirəm, amma ev yox, tez ki siləcəksiniz və həqiqətən də sağ olun, təşəkkür, minnətdaram gəldiyiniz üçün və sizlər Əziz üçün izləyicilər, təşəkkür. siz də fikirlərinizi bildirin kommentariyalarda. Bu bizim birinci verilişdir. İlk qonaqlarımızdır. Əgər bəyəndinizsə like qoyun. Kommentariyalarda yazın növbəti şoumuzda nələr görmək istəyirsiniz. Biz də bəlkə fikirləşərik. Bəlkə. sağ Təşəkkür olun. inşallah gələn həftəsində görüşənədək. İnşallah.